Qazanmaq üçün ölkədən köçmək lazımdır. Bu mövzu düşən kimi rəylərdə hamı, məsələn, hamı deməzdim də, pessimist və bəzi ölkədə biraz maddi vəziyyəti yaxşı olmayanlar dərhal deyir ki, ölkədən köçmək. Halbuki ölkədən köçüb xaricdə qazananların əksəri, çoxu 90%-dən yuxarısı bilirsiniz nə işləyir orada? Ən az gəlirli işlərdə, hansı ki Avropası olsun, heç özləri o işlərdə işləməzdi. Sürücülük olur, çatdırılma xidməti, sürücülük, təmizlik xidməti, tikinti, fəhlə. Yəni bu sahələrdə gedib işləyir 90%-dən yuxarı. Bilmirəm niyə gedirlər. Gedərəm xaricə, gedib 1 ilə, 2 ilə bir neçə milyon daha və daha artıq qazanıb öz ölkəmə qayıdıb gələrəm. Başqa halda mənim xaricdə nə işim var? Ölkəmizdə bu cür şərait var. Ətrafa baxın, hər yer biznesdir. Kim bacarır, işləyir. Bacarmaq da o demək deyil, daha yaxşıdır kim. Sadəcə kim başa düşür vəziyyəti, dəyişiklikləri tutur, onlar da işləyirlər.